Hal şəkilçiləri amonimdirmi? Maraqlı sualdır. Gəlin bu sualı tapmaq üçün bir-bir həmin şəkilçilərlə tanış olaq. İsmin 6 halı olsa da 5 hal şəkilçisi var və amonimin açılışı bu deməkdir ki, yazılışı və deyilişi eyni, mənaları fərqlidir. Şəkilçilərdə də amonimlik varmı? Təbii ki də var və bu qrammatik amonimlik hesabı olunur. Sırf leksik amonimlər söz üzərində olur, amma şəkilçilər varsa bu qrammatik amonimlik hesab olunacaq. Düzdür, proqramdan artıq çıxarılıb hamısına birgə biz amonim deyirik, amma fərq etmir. Elmi əsasında tam dərindən bilməyimiz üçün deyimizsə ki, bu qrammatik amonimlikdir. İsmin 5 hal şəkilçisini lövhədə biz görürük. Yaxşı, bəs bu şəkilçilərdə hal şəkilçisi olmasa, başqa hansı versiyalarda görə bilərik, onların müzakirəsini eləyək. Yerlik hal şəkilçisi məncə asandır. Çünki yerlik hal şəkilçisini keçməmişdən əvvəl qarşısına bir mənsubiyyət şəkilçisini keçirik və ikinci şəxsin təkinin mənsubiyyətində də biz bunu görürük. Və amonim olması çox barizdir. Amma tək isminin mənsubiyyət bölməsində deyil. Feildən isim düzəldən şəkilçisi var. Əkməkdən əkil, səpməkdən səpin. Bu tipli sözlərdə də ı-nin şəkilçisi var və bu leksik şəkilçi hesab olunacaq. Tək feildən isim də düzəltmir. Həmçinin feil bölməsinin qrammatik məna növlərinin içərisində də ı-nin şəkilçisi var. Misal üçün, məchul növ, qayıdış növ və şəxsiz növün içərisində də ı-nin şəkilçisi ilə biz tanış ola bilərik. Demək ki, ı-nin şəkilçisi amonim şəkilçisidir. I-nin deyirəm, amma ın üstü 4 variantlıdırsa, ın, in, ı-nin nəzərdə tutub deyirəm. Sonra A-ə şəkilçisi, düzdür, bunun üzərində 2 yazılıbsa, demək ki, 2 variantlı şəkilçisidir. A-əni tapmaqda biraz çətinlik çəkə bilərsiniz, amma qətiyyən feil bölməsini bilirsinizsə, bu sizin üçün asan olacaq. Hardan? Feilin şəkillərindən. Feilin arzu şəklinin şəkilçisi A şəkilçisi ilə yaranır. Kaş o bizə gələ. Bu da qrammatik şəkilçisidir, o da qrammatik şəkilçisidir. Amma leksik şəkilçisi kimi də işlənə bilərmi? Təbii ki də işlənə bilər. Adlardan feil düzəldən bir şəkilçimiz var. A-ə şəkilçisi. Qan, qanamaq tipli sözümüz var. Bax, burada və qanamaq sözünü götürək. Qanamaq sözündə A leksik şəkilçisidir və yönlük hal şəkilçisi ilə də amonimlik təşkil edir. Növbəti şəkilçimiz təsirlik halın şəkilçisidir. Təsirlik halın şəkilçisini də tapmaq elə də çətin deyil. Çünki yenə əvvəlində bir mənsubiyyət şəkilçisi var və üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini biz bilirik ki, I vasitəsilə yaranıbdır. Həmçinin cəmi də eyni qayda ilə bu formada yaranıbdır. Bundan əlavə, feildən isim düzəldən şəkilçisi var. Yazmaqdan yazı və bu yenə leksik şəkilçisidir, amonim şəkilçilərə bir nümunədir. Növbəti hal şəkilçimiz daidə şəkilçisidir və damdən şəkilçisidir. Bu ikisini bir demək istəyirəm, çünki ikisi eyni yerdə biz görəcəyik və leksik şəkilçi olacaq. Birində zərf düzəldən şəkilçisidir, digərində də yenə zərf düzəldən şəkilçisidir. Daidə misal üçün evdə, küçədə, yolda deyiriksə, bu ismin hal şəkilçisi olacaq. Amma yayda, qışda, həftədə, gündə tipli sözlərdə isə zərf düzəldən şəkilçisi olacaq və nə zaman sualına cavab verəcək. Damdən şəkilçisi də yenə zərf düzəldəcək və ucadan danışma, nə tərzdə danışma, astadan danış, nə tərzdə danış tipli sözlərimizdə damdən leksik şəkilçisidir və bu nümunələrlə biz bildik ki, hal şəkilçiləri amonim şəkilçilərdir. Əminəm ki, video sizin üçün faydalı oldu. Əgər faydalı oldusa videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və şərh yazmağı unutmayın ki, növbəti videolarda görüşə bilək. Sağ olun. Əgər bu video sizlərə faydalıdırsa, kanalımıza abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Uğurlar, növbəti videoda görüşmək ümidi ilə.